Herkese selamlar. Yeni bir Mantent Blade Warband bölümüyle karşınızdayız. Bu bölümde yani geçen bölümden geldik biz. Bu bölgeden yani Servant dövleti torpaqlarından Məmlük ordular yığdıq. Bunların maksalı Servant Məmlüyü adlanır. Bunu da beləcə göstərək və kəlləci reislərimiz də var əmrimizdə. Bu bölüm full biz kölə ticarətindən kaçmağa çalışacağıq və eləcə də bu bölümdə artıq nə qədər fikrimiz var. Bu bölüm içində inşallah fikrimiz odur ki, Vayqır dövlətinə ikinci bir müharibəni elan edək və bu bölgədəki iki qalanı da fəth etməyə çalışacağıq. Lakin ilk bölümümüzdə artıq kölə ticarətinə başlayacağıq. Oyuna başlamamızdan əmrimizdə 150 min dinar pulumuz var. Ekonomimiz çox yaxşıdır və vaxt itirmədən videoya keçək 61-ə 12 və burada zaten üstə gəl bunlar bir dənə. Bunlar piyadalar deyil mi? Bunlar elə qəhrəmanlar. Qəhrəmanlar. Okey. Kapat. Oldu mu qəhrəmanlar? Kəlləci reislər, suvari yox. Bunları nə yarı bilsəm. Suvari qalsın, suvari yaxşıdır. Ən çox bu bölgədə olur mən bilən. Oy, oy, oy. Lüvatçeki mən deyirdim fəth edeyim. Kəlgit orduları gəldi. Ya ki, gör kəlgitlər buradan durub buradan fəth etməyə gəlir. Əmimizi tez tutaq. Artıq yavaş-yavaş. Bizim rejimimizə də deyil. Məsələn üçün ən çox hardadır? Biz məsələn o qədər rejimimizə belə almırıq da. Şəhər alır. Biz onsuz şəhər qat-qat alacağıq. Dan. Burada dur. Burada dur. Bu bahis silah, hücum. Hamısı yedirəm fikir verin. Sən niyə getmirsən? Kimdən zatsan? Az qaldı. Baxın, ancaq bahisli silahlar. Getdilər bayatmağa. Məmlükə bunlar deş edəcək. Demin bax istəyirsən sən. Məmlükə bunlar tikə elədi. Bunlara bax, yəni əsirlərə bax. 30 dənə əsir. Rahatdır. Mən sadəcə bunu göstərmədim ki, dedim. Bunlara bax, mən Sarkota qoyub Svadiyan şov edirəm. Artıq əsricə bir ekonomik düşüşdə olan kimi gəlib full əsir alacağıq və nəsillərlə oynayacağıq. Kəslər hamısını mən biləm. 41 yaralının 41-də bunları al, apar sat bütün. Al hamısını bunları. Bunları mən bilmə ayıracağım. Artıq vaxtı gəlmişdi. Nə var bilsəm, gələk tez baza bilən Sarkota. Bizim bütün orqamız qısa konflikt Sarkotda dolanır. Sarkota tez baza gələk. Bu dəfə neçədir? Bu dəfə düşdü ha, 12K. 12.000 dinara düşdü. Bunu da yadımıza saxlayaq. Niyə düşdü? Sənət məmlükəyə görə düşməz. Adansa vergi cəhətdən problem yaşadıq məncə. Bir də nə var bilsən, bir bir qrupda şərəf ver. Artıq Sarkot şəhərindən əlaqəmiz çox güclənsin. Və Vayqır müharibəsini artıq bu bölümdə başlayacaq. Kölə tüccarlığı, kölə tüccar oldu bir dəfə də. Hardadır görən? Tirdə olar mı? Tirdə gəl. Bu kimdir? Kölə tüccarı. Kölə taciri Ram. Ramla satsam əgər. What? Onu satsam üçün alır. 50'den alır. Hop 164 min. Sən üstə tıklayana da heç kim almır. Ramla da satdım. Ramın çox vaxt buralarda olur da, yəni bu torpaqlarda olur. Sarkota gəl. Artıq müharibənin başlanmasına heç bir səbəb qalmayıb. Çox rahat bir şəkildə artıq müharibəyə başlaya bilərik. 27 dənə zirehli süvarisini alıb 100 dənə də şövalyə zırhımızı alaq. 96 full 27 yox. Bunu 6 dənə ver bura. Buradan al 4 dənəsini full, yəni bax belə də çəkin. Bunu al yuxarıya. Bunu da al bir tık aşağıya al belə 120. North savaşçısı yox. Sən də buradan vaya qıraraq İndi Qaliyə gələk və Artimenlərə artıq müharibə xəbərini verək ki, ey Artimenlər, biz müharibə ilə eləməyə qərar verdik. Bu kimdir? Lord Haringot. Əlaqəm pisdir. Üzgünüm.
Hı. Elçi göndərən Bayaqır hökmdarına savaşdı. Bəli, bəli, müharibə elan eləmək istəyirəm. Gördük, yenidən müharibə başladı. Bax, o aldılar. Aldılar, olacaqlar. Artıq Bayaqır tak çökdü. Biz də gəlib bunun yerini fethedəcəyik, eləcə Kuravı. Çünki ən azından bir şəhər əlimizdə tutmalıyıq. Ancaq ilk hədəf Yerbeni məncə. Yerbeyə doğru bütün qüvvələri Yerbeyə doğru çatdıraq. İki nəfərdən ordu tərfisini alsın. Mühasirəyə al, Koreya kuşatmaq məcburi saxlandı. Kurav fəthədə. Nə qədər əskər olmamaq bizim problemimiz deyil və yaxud da verişimizdə də deyil. Şəhəri kuşat, qəşəng. İkinci dönüm, ikinci al. Şəhər üçün də bizi qarşılayacaqlar və bizə neçə əskər verdi? 10, 45. Hamısını biçəcəyik də bu da bunları. 10 çox mu çıxmış? Şey. 1, 2. Bir də bundan saç kesəcəyik rahat. Kuravın fəthli vaxtı çatdı. Amma bildiyim qədər bu gün qadar demək, ordum artıq ən maks dərəcədə deyə ordum yəni bu dəqiqə. 65 gün içində bu orduları, 65 gün artıq Kalerada keçirdiyimiz vaxtdır. Artıq hazır olaraq paytaxtlarını belə vurmağa cəhd göstərir. Amma ilk burnumuz qanamadan 78 ölməyəcək. Bir fikrim daha var. Kuşatmalı qaldı. Şəhərdə full 265. Bir dəfə də bu qədər hücum eləmək fikrim var. Bu dəfə artıq qalaya girəcək. Özlərini itirməsələr zordur. Özüm qabaqda çıxıram, təmkinli. Bir özlərini full çıxam. Bizə nə ortu yazsaq, ortu yazıb oxçular mən alacağam. Bir rahat da. Gir. Şey, bir yana falan biçə çıx. Burada al, hop. Otu yarsaq beləcə vuracaq. Ya ortu yaramırıq ya ortuyu. İmkan az. Çok pis. Çık. Çok güzel al. Zayladık. Zayladık sen de. Buradan çıkmalıydık. O yüzden çıkmalıyız. Burada tez. Bayıqlar dağda. Buraya qalan jiraflar və qorxmayın. Kəsə. Axırda düşəcək bura. O xal, sən nə baxsan onun. Ha. Ölmürdü o kişi. Oxu bax, bir nə var? Arxadan gəlirlər. Qəşəng. Tez baxaq. Oxçular kəsək gəlsin məncə rahat. Çünki oxçular zərər verir ona. İkisiz döyüş heç vaxt olmadan oxçularla dəstək edəcəm oxçularla. 1. Hop. Buna baxsam, bu da vaxt itirməyə heç deməz. Öz aləmində ölməyəcək, hə. Yaralı verə yol verməyək, tək istə. Pisçidən çıxlar. Onu öldürdülər, sən öldün bana, sən canı tapşır. Aşağıda vuruşaq biz, bax bu tərəfə vuruşsaq, çünki süvarilər hələ o tərəfi təmizlənmir heç. Bir yana biz kəsək, fırlamayaq, oxçuları kəsək, yuxarıya çox dəstək edəməsin hələ. At çoxdan dəstək edir. Bayıldım, bayılmaqla heç yoxdur, əsas orada ölməsinlər. Tez, ölməyin. Şövalyelər artıq məncə bir tık zəifləməyə başladılar. Neçəsini pişdik? 135. Geriyə çəkib dinizlər bir qrupda hücum etmək fikrim var. Totalda neçə 2 verdik? 6 yaralı, düşmənə 143. Divarlara hücum üçün hazırlan. Yarına qədər gözlə. Ay, Sevi harda aldım mən? Ay dünya.
3 səhvin mücbatına bax. Save alsanız yadımdan çıxmasın. 3 səhvin mücbatından deyəcəm ki, neçə əskər qalırsa da onu de. 192. Çox böyük səhv elədim mən əskər elədim. Yaşamaz. İtki yəni öləndən ölürmü qonşu? Mən bölüm kənarında onları təzədən yığacağım. O 22 nəfər ölüydü də, hə. Bölüm kənarında yığarıq biz onları. Dilə bəlkə tez bazar gedib bir dəqiqə Bayır şövalyelərini də göstərəcək. Kəsin, girin, dayanmayın, ay kişi, dayanmayın. Geri çəkil. Burada dur. Büyüyü geri çək. Çək büyüyü geri. Kimsən ki, bax məndən qabaqda geçsin, hə. Çıxıb öləksin də onsuz, bax. Gözlüyün qabaqla çıxıb. Alan yaradım, sonra da çıxın. Nə qaça deyir. Bax, indi hücum edin. Hücum. Hücum eləməyən Allah nəhlət etsin. Bax, o yazıq dostumuz orada qaldı. Aynı şekilde çıkıyor. Hop. Oy. Göklerde kartalı gibiyim. Öldü. Elə durursun, namussuz elə durur ki, elə bil ölməyəcək hesaba. Bax, buna bax, məsəl üçün, bax. Bax, bir, ikinci oxda getdi, bax. Öldü, onsuz nəticə olaraq səni öldürəcəm. Niyə ölmürsən indi? Az qaldı, bir yandan piçək. Neçəsini pişdi ki, 100 plus eləməli. Kontrol eləmiş elə. Sağ oxçuları həll eləyək, oxçular çox tam dəstək eləyənmir. Bizimkilərlə heç yarısından heç çox çıxamıyor. Bax, bunu eləyək, həll eləyək daldan. Arkadan dəstək, hop. Arkadan gələcəklər, mən geriyə durum. Onlar yığılsın oraya. Yenə mən arxadan buranı dəstək verim. Bizimkilər hücum eləyirlər. Çıx. Burada gəldi bu dəfə. Dəhşət çox gəldi bu dəfə. Buradan valla sana şu başlayaq biçək bütətlə. Bura bu bölüm düşdü. Voyager'ın artıq əlində bir yəni iki şəhəri qalacaq. Çıxın. Kəsən pişdik biz. 140. Az qaldı. Məndə bu son dalğadır. Ses. Onu satan kəs. Kəsə. Hə. Gol. Eğer acemiler bir yana takılırlar kəs. Olmaz maç şuna kadar kəsdi. Az qaldı mən bilən, yoxsa neçəsi qalır? Bir qalır. Bunu buradan oxlan mən birini alım. Mənim oxumadı. Bax, onlara qaçan doğrayacaqlar. Alacaqlar deyim bax sana. Alt F4 ve sanat biri qalıb onu yəyəm sıxıldı. Bu da qutardı. 22 əsgər orada verməsək. Çox yaxşı idi. Bu da qəşəngcə 2 verdik. Gedə bilərsən. Bax. Buranın ordusunu qalaya qoymanın tam vaxtı. Bax, əsl istədiyim yerdə. Qura bonus mənim olacaq. Hər tərəfli. Şəhərləri özüm. Hətta burada səhv elədim. Hətta bir neçə şəhər verdim. Şəhərlər full özümündür. Bölgə tarafımızdan fethedilir. Bu bölgeyi kendim alacağım tabii. Orada qoyaq bir yandan buraya.
qoy. Yəni ən azından müdafiə eləyə bilərlər, yəni bacarana qədər inşallah. Belə belə deyim də mən, gəlmək fürsətləri varsa belə, yəni çox çətindir, gəlmək fürsətləri olsa belə, Qurava girdik. Nə deyir? Yaşlı bir qadın, Ayassu. Gələrəm Ayassu. Qurav alındı. Rodok Kərgitə müharibə elədi. Məncə artıq Kərgis bu tərəflərdə çox qalmaz, yəni fikrimcə. Buraya nəyə girdik? Kimi tapmalı? Dayan, Lonca. Burada şəhərdə amaçlı kadifə zat nə qədər verirsiniz? 562. Al kadifə üçün pulu. Yəni o da bir kadifə zad elə. O full ordu deyəndə əmrimizə kön Salvayıq Kranalov Bazek könü yağmalı. Bazek haradır ki? Bura Bazekdir. İsmilladır. Bazek. Bazek şəhərini yağmalı. Ən son mesajlar. Haradır ki? Bu? Neçə nəfər yağmalı ki? Heç Victoria iştirak eləmərəm. Getməyə hal məhvalım yoxdur. Belə bir fikrim var hədəfimdə. Bazek kontraktlarından nəsə. Acıda pırt var ya hər şey. Digər ki, mən gəlib buraya görə şövalyəni almalıyam mı? Ordu varmı? Gəl, bax, çox üzr istəyirəm. Buradan al bir nəfər buradan. 2 dəqiqə ordu yığaq da buradan. Çünki müharibənin də maraqlı yerindən kəsilməsin. Buna mən max istəyəcəm 31 yana. Neçə oldu? 7-8 oldu, eləmi? Bundan aldım mı? Aldım. Emirimdən aldım mı? Emirim kəndindən aldım mı? Almadım. Yağmalan yenə də işləyəcəm. Mənim sadəcə hədəfim tez bazar yığmaqdır. Yağmalamağa gəldi bunlar. Qəşəng tez gəldi. İşte buradan. Qəşəng. Mən bunları orada üzrlü sayını dedim də səbəb. Bunlar tez bazar buradan zirehli sual eləyəsələr. Çünki orada biz səhvimizə görə getdik hər şey. Yəni orada biz səhvimizə görə çox şey oldu. Yəni bu bilmədən oldu. Həqiqətən dönə-dönə deyirəm bilmədən olduğu üçün zad elədim. Всё. Fəthlərə davam edək. Qurav fəth olundu tərəfimizcə. Quravın ardından buranı saxlayıb buradan bu qalanı fəth eləyə bilərik. Nə qalsa 149 öskər var qalada. Tərfi alanlar varmı? Var. Niyə yoxdur? 3 nəfər. Daqqadan düşəcək kimi. Kuşatma kulesi onlar bizi yəni dəhşət dərəcədə öyrənir. Buranı fəth eləmək imkanımız var, bax. Kral yoxdur. Meydan müharibəsi heç verməmişik. Kral da yoxdur. Fikrimiz nədir bizim? Full bu tərəfə də fırlana. Vayeqır Svadiya sülh bağladı. Gəl. Hop. Hesto. Sənlə cinləyəm. Kral yoləkli ömür uzunsun. Mən üzülürsən, səni doğramalıyam. Kəsməliyəm də yox. Birbaşa burada doğramalıyam mən. Vayeqırlar Rus millətini təmsil edir bu onda. Bura bu Kərk Dragon aldı. Çünki buraya da dayansaq artıq alarjıyla da o diyor. Anası bəsi yox idi. Oxu çək. Hop bir olmadı. Kafadan vurdu qapıya. Mülkə baxın bir yana başladı akışma. Dəstəyə girənlər də var. Buna zad deyil. Hər gedəsi gəlir. Bizə dəstəyə girir. Tutulur. Hop, qəşək beynə tutsun ölmədi. Çıx. Qəşək. Bir dəfə vuramadım. Öldürürlər. Varmadım, çox kəsdik mən biləm. Alt-F4 tutasını da bir yaralı verdik, get. Əsir gələcək, əsirlər almasa olmuyor. Çünki ən azından bu müharibə istiqamətində də pul tapa bilərik inşallah.
Tərfi də aldıq. Neçə? 1 nəfər. Kuravı aldıq. Kurav dəqiqində gəl bura. Kuravı aldıq. Kurav dəqiqdir. Kuravdan sonra bax buradakı bu qala. Bulukla qalasına doğru hərəkət edək. Məncə bulukla da mənim fikirləşdiyim qədər ordu yoxdur ki, sən burada kəsim 2 dəqiqə. Şöyle geçsen sen problemler yaralarsan. Voyager'ı onu bilirəm ki, artıq ötmə vaxtı gəlirlər. Not kimi də tarixə qapılacaq. Lakin Kurudan da Ruvat çəkdi. Kərgit də vurub dəhşət dərəcədə qəşəng girdi. Kərgit dövləti məncə oyunda Göytürkən bizim dövlətdən sonra irəliləyən ən böyük irəliləyiş göstərən ikinci dövlətdir məncə. Məncə yox elədir. Svadia'da Tihri aldı. Tihri alandan sonra bəzi torpaqlar əldə itirdi. Saran getdi, düz ortadan məsələn bir yer aldı, itirdi. 26 Saran itirdi. Onu da keçdim. Onu da keçdim. Svadia getdi, Velukan aldı. Nordun ən böyük şəhərlərindən biri. Ordu itirdi, yəni tak çok rahat geldik bir dəqiqə. Yani çok pis geldik. O vaxtdan yaxşı şeylər çıxdı, öz dövlətimizi qururuq. Öz dövlətimizi qurmasaq bu dəqiqə Svadia məsələn durur ona müharibə eləyir. 10 gün, 15 gün keçir ondan qalib tezlə müqavilə bağlayır. Plus bu dəqiqədə hətta Sarran Kəlgitlə müharibədədir. Kəlgitlərə ilişməyəcək. Kəlgitlərə ən axırda ilişəcək. Çünki Voyager fəth edəndən sonra bizim Voyager şövalyelərimiz çoxdur. Sıralama belə olsa yaxşıdır məncə. Voyager, Svadia, Rodov, Sarranit, ən axırda Kərgit. Voyager'lar ikinci krallık sübut edəcək. Çox gözlü, yox tutamadı. 6 F4 qutarsını. Çox gözləməkdən də bir xeyli yoxdur. Lanet olsun deyəndə buraxacağım, nə yapmam tükürəm. Əsr almaq belə iş, yəni kontları onsuz heç satamırıq. Yəni, bir yana da əsr almaq tak adamı lap yorur. Neçə əskər var? 921. Doğru, bax, geri çəkəcəm. Təpənin arxasına da yəni, pusu vurun gözləyim. Bəlkə doğru çıxdı. Parqıcı elə, da bacaran qədər şöyə. Bu kimdir? Hardan çıxdı? Vultratdı mı? O qaladan çıxdı bu. O para qaçsan mən də yarım mənim yar da par. Gör, mən də kəsərəm. Heç kim vecimizi almır da. Qalanında yəni tak kəsər ki, belə kəsmə kulesi olmaz yəni ki. Şövalyələrim həqiqətən çox bəş şövalyelərdə. Svadia müharibə eləmək niyə görə? Mənim əlimdə olsa, Rodokla məsələn, Svadiyanın yeri ayrı-ayrı olsa, yəni ərazi olaraq, mən birinci gözləmədən müharibəni Rodok eləyəm. Çünki aradakı Svadia sərtini qırmaqdan ötürü biz müharibəni bu tərəfdən elədik. Şövalyə söhbətinə gələndə müharibə elan eləməmizdən əvvəl 3-4 dəfə gedib Svadia torpaqlarından yığa bildiyimiz qədər 200-300 şövalyə yığacağıq. O 200-300 şövalyəni məsələn Kuravda və yaxud da Sarqotda yığacağıq. Müharibə vaxtı onu da istifadə edə biləcəyik. Şəf Ultra qaçdı. Ordunun ərzaqı mənasına gələndə ordunun ərzaqı var. Mən bura nə qarajıydım? Bax, təmiz əlimdən çıxdı. Yimira, gəl bura, Yimira balım. Adasan Yimira. Gəl. Ekmanı mənə bir göstərsən. Vızqırıyla, bu nə? Bunu bax başına gəlsən, yetməy. Bunu qoyarsın. Qalxan alarsan, yəni vuruşmaqla ötürən. Ayaqqabı nətədir? Ah canım, yun çorap gene, yun çorap giy. Ayım. Yemeyeceğim malların ne patı. Oo, Yimira. Yeah. Nasıl? Anladım. Tərif yeməsə yaxşıdır, ala gensən can. Bəli, buranı da aldıq. Aldıq mı Buluqanı artıq müasiri ala bilərik. Divardır mı? Divardır. Ala bilərik mi? Canlıları. Bizim ordu. Məni takip edin. Buranı aldıqdan sonra artıq Reyvadin istiqamətində müasirə bilərik. Reyvadin də müasirə aldıqdan sonra tak mənə gedir. Görüm kənarda mən o kuşatma kuleləri olan yerdə qalacağım. Uf.
Dayan, çıxacağam oraya, çıxacağam. Qalxanı götürmədim ya. Qalxanı götürməməm səhv oldu mu? Olmadı. Bax, oxçu, sən getdin də, bax. Mənim izləyirlər bunlar, hücum. Yürüyün.